Hörmətli seyircilər, bugün sizin görüşünüzə yenidən mən gəldim. Xəlil Qarəhmədov qaliblər verilişi ilə qalib ölkənin, qalib vətəndaşlarının ekran görüntüsünü sizə təqdim etməkdən xüsusi zövq duyuram. Profesional çəkiliş qrupamız hazırdır. Biz bugün sizə yeni bir səpkidə, yeni bir motivasiya üzərində qurulmuş bir veriliş təqdim edəcəyik. Bugün biz Azərbaycanda sayıları nisbətən az olan, amma fəaliyyətləri hədsiz dərəcədə böyük olan dini icma, Udin, Alban Udin Xristiyan dini icması haqqında danışacağıq. Bu dini icmanın fəaliyyətindən, bu dini icmanın tarixindən, yaranmasından söhbət edəcək və nəhayətdə, təbii ki, dini icmanın rəhbəri, hörmətli Robert Mabidi cənablarını sizə təqdim edəcək. Baxmayaraq ki, sizə təqdim etməyə ehtiyac yoxdur. Robert müəllim Azərbaycan bayrağını, Azərbaycan adını bütün dünyada yayan, bütün dünya vətəndaşı, elm adamına, din təşkilatlarına yayan bir şəxsiyyətdir, hörmətli bir şəxsiyyətdir. Biz bugün Robert müəllimlə bu mövzuları işıqlandıracağıq. Robert müəllim, xoş gəlmisiniz. Xoş gəlmisiniz. Sizi yenidən görməkdən çox şadıq. Çox sağ olun Xəlil müəllim. Deməli, sizin dəvətinə görə təşəkkür bildirirəm və öz adımdan, Alban Udin Xristiyan dini icmanının adından salamları çatdırıram. Mənim üçün xoşdur sizlə təzədən görüşüb. Mövzu onsuz da mənim üçün doğma bir mövzudur. Bilirəm, sizin tərəfdən çoxlu suallar olacaq. O suallara cavab verməyə hazıram. Və bugün də Alban Udin Xristiyan icması, bir qədim Alban kilsəsinin bir dini varislər kimi, bir tərəfdən də Azərbaycan bugün Albaniya Çarlığın birbaşa varis kimi və o deməli ölkənin daxilində yaşayan xalqların bugün nümayəndələri bugün Azərbaycanda varisləridir. Hər bir Azərbaycanlı onun varisidir və təqdim olunan mövzu sözsüzlə Alban tarixindən, Alban kilsənin tarixindən olacaq. Mən çalışacağım ki, bu sizin suallara bizim aramızda olan hansısa vaxtı ilə bizim dostluğunuz, tanışlığınız və bu mövzuda toxunmuş mövzulara cavab verməyə bugün hazırım. Sağ olun Robert müəllim. Çox xoşdur sizinlə növbəti və növbəti görüşlər. Mən istərdim biləm və bizim çox sayılı tamaşaçılarımız bilməlidir ki, sizin ibadət yeriniz, Azərbaycan məkanında ən böyük yaşam yeriniz Qəbələ rayonudur, onun İj qəsəbəsidir. Tarixən bu qəsəbə Alman məbədinin təşəkkül tapdığı bir yerdir. Azərbaycanda siz oradansınız. Vəziyyət necədir İclər nədir yayın isti günündə? Yox, çox sağ olun. Ümumiyyətlə, siz bilirsiniz ki, bugün Niç qəsəbəsi Qəbələ rayonunun bir unikal bir yerdir. Unikallıq ondan ibarətdir ki, burada bu kənddə, bu qəsəbədə yeni qəsəbə statusu almışdı. Niç qəsəbəsi Azərbaycan miqyasında, dünya miqyasında bir modeldir ki, fərqli mədəniyyətin, fərqli dilin, dinin daşıyıcı birgə yaşayırlar. Və ümumiyyətlə bu Niç qəsəbəsi o dinlər üçün bugün tarixi bir vətən kimi, tarixi bir yer kimi və burada yaşayan xalqların mədəniyyətini bir yer olan kimi, burada məscidlər, kilsələr birgə olmaq, fərqli dildə danışmaq, fərqli dində ibadət eləmək üçün bir xüsusi bir yerdir. Və Azərbaycan həmişə tarixən siz bilirsiniz də çox millətli, çox konfessiya bir ölkə olub. Bugün də Azərbaycan belə bir ölkədir ki, Azərbaycanda titul xalqdan başqa çoxlu azsaylı xalqlar var. O cümlədən o azsaylı xalqların içində Udilər də xüsusi yer tutur. Udilər, mən nə üçün Udilər qeyd edirəm? Udin sözü, bilirəm sizin sualınızı qabaqlayın. Udi milləti və Udi xalqı var, Udi etnosu var. Udin sözü Çar Rusiyası Qafqazı işğal edəndən sonra bu deməli terminlə başladı istifadə eləmək. Nətər lezgin, Gruzin, Gürcünü Gruzin, Udin də Udin deyiblər. Amma özümüz biz Udi deyirik, amma etnonim sözü Udi, Utik, Udin eyni deməli millətə, ilk xalqa xas olan bir deməli millətin adıdır. Mən Udilərin tarixindən belə başlasaq, Udilərin tarixi yerli xalqdır, aborigen xalqdır. Tarixən Azərbaycanda yaşayan bir xalqdır. Onun başqa tarixi vətəni yoxdur. Bugün düzdür, Udilərin bir hissəsi Rusiyada yaşayırlar, Ukraynada, Qazaxstanda yaşayırlar. Bugün Gürcüstanda yaşayan Udilər də var. İndi bugünkü deməli qloballaşma bir vaxtda təbii Avropanın bəzi ölkələrdə ailələr bizim var.
Ama onların tarixi vətəni Azərbaycandır, tarixi vətəni bizim Qafqaz Albaniyanın ərazisidir. Və Niş qəsəbəsi də bir yerdir ki, bugün kompakt formada yaşayan bir məkan kimi qalıb. Bu məkanda, bu Nicdə, Niş qəsəbəsində udilər üçün çox gözəl bir şərait var. Çünki bizim həm dili saxlamaq üçün bugün məktəblərdə UDI dilində dərslər keçir. Dini ibadət eləmək üçün öz ana dilində doğma kilsəni biz ibadət edirik. Amma bu asan bir proses olmuyor. Çünki tarixən bizə baxmaq, biz böyük imperiyaların içində yaşamışıq. Roma imperiyasının təsiri olubdur, Ərəb xəlifanının təsiri olub, Fars imperiyasında, Osmanlı imperiyasının, nəhayət Çar Rusiyasının deməli böyük təzyiqin altında biz yaşamışıq. Amma bunu baxmayaraq Çar Rusiyasının işğaldan qabaq burada nə qədər olsa de facto de jure UDI dilində, UDI dinində ibadət eləmək üçün şəraitimiz var. Çar Rusiyası işğal edəndən sonra bizim doğma bilmə Alban kilsəsinin böyük bir hissəsini erməni kilsəsinin tabeçiliyinə verdi və biz çox seçim arasındaydıq. Nətər özümüzü saxlayaq? Təbii ki, böyle bir hissəsi İslamı qəbul elədi. Bir hissəsi, ən böyük hissəsi erməni kilsəsinin tabeçiliyinə, erməni kilsəsinin Qarabağda xüsusilə erməniləşdirilər, 11 kənd vardı, erməniləşdirilər. Bir hissəsi özünü müdafiə eləmək üçün Gürcüstana getdi, qaçdılar. Gürcüstanda indi bizim deməli Tkvareli tərəfində bir dənə kənddə deməli UDI kəndi var, orada yaşayırlar. Düzdür, onların çox böyük hissəsi UDI dilini itiriblər. Demək olar ki, gürcüləşiblər. Qəbələdə olan UDIlər böyük seçimdə idi və erməni kilsəsinin öz nümayəndələri, öz din xadimləri göndərdilər ki, bunlar erməni dilində ibadət eləməli, erməni kilsəsi tabeçiliyinə verməlidirlər. Bizim seçim çox çətin idi və bütün o tarixi kataklizmə baxmayaraq biz öz doğma kilsəni imtina elədik və o deməli erməni keşişlərin, erməni dini xadimlərin ibadətə getmədik, öz doğma kilsəni imtina elədik. Bu çox gözəl bir addım idi, indi qiymətləndirmək olar. Seçim düz seçim idi. Onun hesabına biz özümüzü saxladıq. Burada təbii böyük bir rol da deməli ətraf mühit olub, ətraf mühit müsəlman deməli icmaları da Azərbaycanlılar idi və bu mühit də bizim üçün çox gözəl saxlandı və nəhayət Azərbaycan siz bilirsiniz ki, müstəqillik qazanandan sonra biz doğma kilsələrini bərpa elədik, doğma kilsəsinə ibadətə gəldik və 2003-cü ildə siz bilirsiniz Kiş məbədi bərpa olunub və muzey kimi fəaliyyət göstərir. Şəki rayonunda Kiş qəsəbəsində olan Kiş məbədi. 2006-cı ildə Niş qəsəbəsində, o vaxtki Niş kəndində olan müqəddəs demək Yelisey adına kilsə bərpa olundu və bizim icmaya verildi. Nəhayət o kilsə 200 ilə yaxın bağlanmış bir kilsə, qapılar açıldı və biz ibadəti öz ana dilində apardıq. Və 2020-ci ildə müharibə gedən bir zamanda Məryəm Ana kilsə bərpa olundu. Məhz Azərbaycanda vətən müharibəsi gedən vaxtda məhz müsəlman ölkəsində məscid yox, kilsə bərpa olundu və orada da çox öyrəmzi bir məna daşıyır. Fərqli mədəniyyətin, dilin daşıyıcılar, birgə 9 xalqın nümayəndəsi orada iştirak edədilər və cənab prezident də 2000 deməli mayın 15-nə gəldi açılışda, bizə iştirak elədi, öz xeyir duasını verdi. Birinci xanım Meyvə xanımla bir yerdə. Və bizim üçün böyük bir dəstəkdir ki, bugün dövlət tərəfindən, bizim hökumət tərəfindən, fond tərəflərdən böyük dəstək var. Mən burada xüsusilə qeyd eləmək istəyirəm ki, elə bir təşkilat, elə bir adamlar gəlib yardım eləyirlər, kömək eləyirlər ki, bizim üçün də orada o həmən kilsənin, həmən deməli mədəni irsin, zəngin mədəni irsini bərpa eləmək üçün biz imkan daxilində ciddi addımlar eləyirik. Çünki bu bizim tariximizdir, bu bizim irsimizdir. Mən qabaqca da qeyd eləmişəm ki, Alban Çarlığın həm coğrafi ərazisi, həm siyasi ərazisi, onun mədəniyyəti, onun irsi, zəngin mədəni irsi, çünki mövcuddur zəngin irsi. Tək söhbət Böyük Qafqazın şimal yamacdan getmir, mən Qəbələni burada xüsusilə qeyd eləmək istəyirəm, amma bunun Şəki rayonu var, bunun Qaf rayonu var, bunun Zaqatalası var, İsmailisi var. Mən Böyük Qafqazın cənub yamanda olan Alban kilsələri nəzərə alıram. Amma bundan başqa ən qədim mədəni irsimiz bizim işğalda olduğu Qarabağ idi. Qarabağda çox zəngin irsimiz var. Bu kilsələr heç erməni kilsəsi ilə bağlı deyil. Bu Alban kilsələrdir. Bu Alban kilsəsini mən xüsusilə qeyd edirəm. Qanonik ərazisi olan kilsələrdir.
Bu kilsələrin tarixi birbaşa Alban kilsə ilə bağlıdır. Çünki qədim kilsələr nə üçün Alban kilsəsinə bağlıdır? Çünki Alban kilsəsi müstəqil kilsə idi, apostol kilsəsi idi. Bu kilsə birbaşa Qüdsdən bağlı, İrusəlimlə bağlı bir kilsə idi. Bu çox qədim deməli Şərq kilsəsidir. Bu kilsə nə Bizansla bağlıdır, nə Katolik kilsə ilə bağlıdır. Çox qədim birinci kilsələrdir. Ona görə deyilir apostol kilsəsidir. 12 şagirdlərdən deməli müqəddəs deməli Varfolomey ilə bağlı kilsədir. Və Avtokefal kilsəsi odur ki, bu kilsə nətər Azərbaycan, nətər Qafqaz Albaniya müstəqil ölkə olan kimi müstəqil ölkənin müstəqil kilsəsi olubdur. Və onun dini xadimləri olubdur. Onların patriarxlar olub və o patriarxların deməli xeyir-dua verməyə səlahiyyətləri var idi. Ona görə onu deyilir Avtokefal kilsəsi. Hətta 82 dənə patriarxların adları bu gün mövcuddur. Bəs əgər patriarxların xətləri mövcuddursa, deməli müqəddəs Yelisey ilə Abbasdır, Virodur, axırıncı Gəncəsar Sergi ilə bağlı olan 82 dənə bugün patriarxların adları varmış da. Bu kilsə nə kilsə? Bu erməni kilsəsi deyil. Bu nə Suriyani kilsəsidir, nə Gürcü kilsəsidir. Bu qədim deməli şərq kilsələrdir. Və bu gün də bu kilsələrin bərpasında dövlət tərəfindən də böyük yardımlar var. Bugün kilsələrin böyük hissəsi deməli konservasiya olur. Mən həmişə qeyd eləmək istəyirəm ki, Azərbaycan bugün 96% müsəlman ölkəsidir. Bu kilsələrin böyük hissəsini kilsə kimi deməli bugün fəaliyyət göstərməyə ehtiyac yoxdur. Bunların bir hissəsini mən həmişə deyirəm, harda icmalar var, kilsə kimi fəaliyyət olmalıdır. Və bir hissəsi konservasiya olub, turizmi cəlb eləmək, bu xüsusilə mən Qarabağı demək istəyirəm ki, biz Qarabağda olan kilsələri deməli konservasiya edib, ora turizm cəlb eləmək və tarixi irsimizi göstərək ki, bu tarixi, bu irsi, bu qədim həm də gələcək nəsillərə qoruyub saxlamaq baxımından. Bunun üçün çox gözəl nümunə var bizim üçün. İsraili götürək, nümunə götürək, məsələn, nətər və Qüds şəhərində olan qədim kilsələrdir. Nətər, məsəl üçün, İtaliyanı götürək, məsələn, Vatikanda olan qədim, deməli, bu şərq kilsələrin tarixi olan, şərq ölkələrdə olan o kilsələrin, deməli, konservasiya olub saxlamaq üçün və gələcək nəsli üçün, deməli, həmən estafeti vermək üçün ki, bu ərazi, deməli, hansı da dövrdə olan Qafqaz Albaniyanın mədəni irsidir və bugün də Azərbaycan onu bir varis kimi saxlayır. Robert müəllim, sizin belə ətraflı çıxışınızdan və öz tarixinizin populyar şəkildə izahından sonra bir sıra suallar ortaya çıxır. Bizim verilişimizə müxtəlif kateqoriyadan olan insan kütlələrə baxır, ziyalılar, alimlər, vətəndaşlar və s. Suallar var ortada. Müəyyən suallar var ki, biz çalışacağıq ki, bu veriliş boyunda o sualların həllini tapaq, cavablandıraq və sizdən mötəbər cavablar gözləyirik. Azərbaycan o ölkədir ki, müsəlman əsas aparıcı, müsəlman dünyasındadır. Amma müsəlmanlıqdan sonra bizim məscidlərimiz var. İkinci ən böyük dini icma, sadəcə siz az olsanız da, amma bütün tarix baxımından, kilsələr baxımından ən çox sizsiniz. Alban dini icmasının adına Azərbaycanın cənubundan şərqinə qədər, qərbindən şimalına qədər çoxlu sayda tarixi abidələr var. Bunun elə Zaqatala dində adını çəkdiniz, orada var. Qax rayonunda var, Şəkidə var, üzü Bakıya doğru, üzü Qarabağa doğru, hər yerdə var. Çox belə dünya üçün də maraqlıdır. Deməli, millət adı azdır, millətin sayı azdır. Bu dini etiqada biət edənlərin sayı azdır, amma tarixi abidələr çoxdur. Bu onu göstərir ki, burada sizin əcdadlarınız çox sayda olmuşlar. Böyük bir ərazini Alban imperiyası idi da, Alban dövləti. Siz özünüzü onların davamçıları, onların vərəsələri, onların qalıqları mı hesab edirsiniz? Çox maraqlı bir suala toxundunuz. Həqiqi mənasında belə baxanda tarixən o qədər millətlər, o qədər xalqlar olub ki, tarixdə böyük mədəni irs saxlayıb, amma silinib onlar. Bugün nə Xəzərləri görürük, nə Laçınları görürük Avropada. Çoxlu xalqımızda çox saymaq olar. O dillər bu siyahıdadır, amma belə baxanda Alban tayfalar çox olublar. Bugün Azərbaycan xalqı, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi həmən Alban çarlığın, Alban ölkəsinin bugün varisləridir. O cümlədən o dillərdir. Hər bir Azərbaycanlı bugün o varisi. Nətər Azərbaycan bugün Qafqaz Albaniyasının ölkə daxilin, ölkə ilə bir varisi olan kimi hər bir xalqın nümayəndəsi, mən bunu seçim eləmək istəmirəm. Sadəcə burada fərqli o dinlərdən bağlı nədir fərqli?
fərqli element odur ki, Udilər Alban kilsəsinin bugün yeganə dini varisləridir. Xristianlığı saxlayan bir etnosdur. Qalan İslamı qəbul ediblər. İslamı qəbul edəndən sonra onlar yenə də varislər. Amma kilsənin varisləri bugün Udilərdir. Çünki bugün Udilərin əsas deməli xalqın, millətin ən böyük etnoqrafiyanın odur ki, dili saxlayıblar, etnoqrafiyanı saxlayıblar, mətbəxti saxlayıblar. Bu çərçivəsində Alban kilsəsinin bugün deməli ibadəti, liturgiyanı saxlayıblar. Bu çətin bir prosesdir. Bunun da əsasən deməli burada hansı faktordur? O faktordur ki, Azərbaycan ərazisi bir deməli qədimlə nətər qədim deməli tarixçilər yazıblar ki, fərqli xalqlar yaşayıblar. Hətta Strabonun 26 xalqın nümayəndəsi. Nətər Udilər qaldı, onlar silindi. Silinməyib. Onlar bizik, Azərbaycanlıyıq. Bəli. Onu qəbul eləməliyik. Sadəcə Udilər xristianlığı saxlayan bir etnosdur. Və bu deməli bu modeldə Udilər ona görə seçimli bir xalqdır. Ki bugün bu xalq saxlayıb xristianlığı. Və belə baxanda maraqlı bir məqama siz toxundunuz. Çünki düz deyirsiniz, Azərbaycan bugün Alban kilsənin, Alban çarlığın deməli irsi o qədər zəngindir ki, həm arxeoloji işində biz harada qazırıqsa, Alban deməli izləri tapılır. İzləri çıxır. Bir də var, canlı məsəl üçün bugün onun varisləri, Udiləri var. Bəli. Bir də var ki, bunun mədəniyyəti var. Var və qorunub saxlanır. Bəli. Azərbaycan çalışır bu bütün deməli o həmən mədəniyyət irsi saxlasın. Çətin bir prosesdir. Buna küllü miqdarda pul vəsait lazımdır. Amma bugün mən qabaqcana qeyd elədim ki, bugün biz dünya miqyasının deməli dünya deməli standartlara uyğun əgər biz o həmən mədəni irsi, o kilsələri konservasiya eləsək, məsələn, nətər götürüm, misal üçün analog İtaliyada olan kimi, nətər var ilə saxlamaq. Hələ onlar bir 200-300 il qalacaq. Əgər onlar daşıqları möhkəmdir, onlar böyük, əsaslı tikilirlər. Əsas tikilirlər, əsas mədəni irsi. Söhbət, mən hələ toxundum burada arxeoloji işlərdən, bu getdim mədəni irsinə bağlı, deməli, kilsələr, deməli, çoxlu, deməli, başqa tarixi yerlər burada çoxdur. Məsəl üçün, Qəbələdə Yalulu Təpə mədəniyyəti. Çox məşhur mədəniyyət. Yəni, 4-cü eradan qabaq 4-cü əsrdə qalan mədəniyyət irsi var ki, orada tapıntılar birbaşa Roma ilə yaxınlığı var idi. Roma imperiyasına. Əfqanistandan yaxınlığı var idi. Oradan, məsəl üçün, orada çoxlu maraqlı daşlar var ki, o daşı, məsəl üçün, bəzək daşı, yatağı ancaq Əfqanistandır. Demək, çoxlu güclü alver də gedib gəlişi olubdur. Bunlar Xristian dövrünə aid abidələrdir. Yox, Xristianlıqdan qabaq olan dövrlərdən Xristianlıqdan qabaq olan dövrlər. Xristianlıqdan qabaq dövründə çox maraqlı tapıntı, deməli, deməli, Sinayda tapılan Müqəddəs Katarina kilsəsində Alban əlifbanın əsasında deməli dini ibarətlərin tərcümə kitabları. Bu dünya miqyasında böyük bir tapıntı idi ki, deməli Alban əlifbası 4-cü era ermənilər Mestop Maşruf deyən əlifbasından deyən yalancı verdim ağası. Ondan da qədim Albanların öz əlifbası olubdur 52 hərflə və onların əlifbanın əsasında bahalı bir olan papirus üstündə dini kitablar tərcümə olunubdur. Onu deməli müqəddəs... Hansı dini? Xristianlıqdan qabaq Albanların dini hansı din olub? Atəşpərəstlik, zerdüştlük... Siz başqa suala keçəcəz, ona cavab verə bilərəm. Mən onu açıqlayayım bir dəqiqə, çünki mən başladım bu mövzu ilə bağlı. Deməli, 5-ci, 6-cı əsrdə hər bir xalqın dini ibadət olan kitabların, xüsusilə Bibliya, müqəddəs kitabının, İncili tərcüməsi olmayıb. Bir 4-5 xalqda o cümlədən Albanların olub. Onun da əsası Udi dilində olan, deməli, bütün xarici deməli, alimlərin təsdiq olunmuş deməli. Bu gün sizin dilin danışdığınız dildə. Danışdığın qədim danışdığın dilinin əsasında tərcümə olunubdur. Bu maraqlıdır. Bu maraqlı məqamlar maraqlıdır. Çox maraqlıdır. Və siz həmişə sual verəndə görürəm, işin mövzunun içindəsiz. Görmüsünüz o kitabları da görmüsünüz. O deməli Belçikada buraxan deməli həmən Alban dilinə. Deməli bu xalq öz dilində tərcümə eləyib. Tərcümə elə belə bir tərcümə elə olmayıb. Tərcümə odur ki, tarixçilər deyir, əgər xalqın 6-cı əsrdə öz dilində tərcümə deməli,
tərcümə institutları olub, tərcüməçilər olublar, mütəxəssislər olublar, o tərcümə institutlar olublar, onu yazan deməli yazarlar olublar. Təbii. Onun əsas əlifbası olubdur, əlifbasının əsasında yazıblar. Bu deməli qüdrətli bir ölkə olub ki, hətta bir maraqlı məqamda ki, hər bir ölkənin deməli o boyda qüdrətli maliyyə imkanları olmur ki, papirusu məsəl üçün alıb onun üstünə yazı yazsın. O imkanlar da olur. Dəri üzərində Dəri güman üzərində yazılır, yazılar, daş bəli. üzərində hansı yazılar Bəli, var, deməli, qalıb abidə mütəxəssislər, kimi. Bəli. deməli bu da bir zəngin mədəni irsdir. Bugün deməli Azərbaycanda mövcuddur, Alban tarixinə mövcud olan kitablardır. Demək istəyirəm ki, mən sizin sualı deyəsən biraz qaçdım. Sualdan qaçmadınız. Olduqca ətraflı, hörmətli tamaşaçılar, sizin bir işlə bəxtiniz gətirib ki, qarşınızda o din, xristian, dini icması, mədəniyyəti, dini haqqında müfəssəl məlumatlı bir alim, məlumatlı bir insan əyləşib və bu hamımızın eşitmədiyi bəzi məqamları hətta bugün burada canlandırır, burada səsləndirir. Bu cəhətdən biz şanslı tamaşaçılarıq. Xəlil bəy sözünü kəsdim. Çünki nə üçün ki, siz sual verdiniz, sualı mən cavab vermədim. Aha, buyurun. Çox maraqlı bir suala toxunmusunuz. Bəlkə yadınızdan çıxacaq, mən onu açıqlamalıyam. Çünki bu sualı çox mənə verirlər. Xristianlıqdan qabaq burada xalqlar nəyi ibadət ediblər? Xristianlıq göydən düşməyib. Elə mən də onu soruşmuşdum. Bunun tarixi hamı bilir. Nə vaxt, nətər. Çünki xristianlıq 300 il demək olar ki, belə qapalı olubdur. Çox geniş yayılmamış o. Yayılmamışdı, qapalı olubdur. Hər adam xristianlıq qəbul etmək, onlar ancaq yığışıblar, gizli yığışıblar. Tamam, düz. 313-cü ildə deməli Roma imperator deməli Konstantin dedi ki və bir Milanda bir fərman qəbul elədi ki, icazə verək xristianlığı deməli ibadət eləmək, icazə verək və görə çoxaldılar və xristianlıq özü getdi vəftiz oldu xristianlıq dövlətini. Alban Çar Urnay da sinxron həmən deməli xristianlığı qəbul edir. Və 313-cü, 314-cü ildə Qafqaz Albaniyasına xristianlıq dövlət dini idi. Amma sual olundu ki, siz gözəl bir sual verdiniz ki, bəs xristianlıqdan qabaq nə olubdur? Və xristianlıqdan qabaq təbii Azərbaycanda yenə də çox konfesiyal bir ölkə olubdur. Bir dinə ibarət eləməyiblər. Günəşə bir hissəsi, böyük bir hissəsi. Deməli, şimal hissəsi aya sitayiş ediblər. Oda sitayiş ediblər. Bütpərəstlik olubdur. Ən böyük din 3 dənə din olubdur. Günəş, od və deməli ay. Demək, xristianlıq təşəkkül tapmaqdan qabaq da insanların etiqadı olmuşdur. Onlar təbiətlə bağlı olan anlayışlara daha çox etiqad etmişlər. Hətta başqa bir cəryanlar olubdur. Xristianlıq dövlət dini olan kimi hər bir xalq onu qəbul eləməyib, açıq deməliyik bu. Böyük bir hissəsi, udilər bunu xristianlığı qəbul elədilər. Və maraqlı odur ki, nə üçün biz kilsənin deyilik apostol kilsəsi, şərq kilsəsidir. Şərq kilsələrinin bütün simvol elementlər fərqlidir. Memarlıq usuluna ola bilər yaxınlığı çoxdur. Amma bunlar o element, məsəl ki, buyursa, xaç elementi, deməli, Alban kilsəsi xalqı cəlb eləmək üçün öz simvol elementdə əlavə və deməli, ayın, odun, deməli, və günəşin simvolları saxlayıblar. Bugün də Alban kilsəsinin deməli simvolunda 12 dənə həvarilərin üstünə dayanıb. Siz yeri izah edin. Qoy tamaşaçılar onu görsün. 12 dənə həvarilərin üstündə ibarət və burada biz görürük, deməli, həm ayın sitayiş eləməli, deməli, ayın, deməli, nətər aya sitayişin əlamətləri var və bir böyük ucağı bu məşəli oda sitayiş. Oda sitayiş. Onu deməkdir ki, bu genetik belə bir termin var. Xristianlığı qəbul eləsələr, o sitayiş elementləri saxlayıb özünü cəmaatı cəlb eləmək üçün. Yəni, keçmişdə ibadətlərinin elementlərini saxlamaqla yeni dini qəbul etmişlər. Bir körpü olaraq, bir keçid, yumşaq keçid etmişlər. Və həmən o müqəddəs yerlərində kilsə tikiliblər. Kiş kilsəsində axtarış, arxeoloji aparanda hiss olundu ki, burada ondan qabaq, o kilsədən qabaq, demək, sitayiş eləyən bir din, deməli, ocağı olubdur. Otpərəstlik. Otpərəstlik. Atəşpərəstlik daha doğrusu. Atəşpərəstlik. Bu zərdüştdir deməkdir. Cürbəcür olubdur, fərqli olubdur. Hətta
xristianlıq deməli dominant bir din də olsa, o elementlər qalmışdı. qalma. Nətər İslam Azərbaycanın dominant bir din olsa da xristianlığı saxlayıblar. Bəli. Xüsusilə Bəli. dağ ətəyi, dağ kəndlərdə Bəli. ərəblərin təsiri də olsa yenə də saxlayıblar. Və ən böyük bizə zərbə qərblə yaxınlaşmaq istəyən Cavanşirin vaxtında ermənilər deməli və ərəb xəlifə belə bir yazı yazdılar ki, bəs var, tarixdə belə araşdırmalar var, bəli. Qərbdən yaxınlaşırlar və bir hissəsini Və qılıncdan keçirildisin əhalinin çox hissəsi belə çıxar. Qılıncdan keçmək məsələsi o sual da verdi. Məndə olan tarixi məqamlar qılınc müsəlman söhbəti, onu da siz toxunursunuz, mən onu da açıqlaya bilmirəm. Mən öz fikrini deyirəm. Ola bilər mənim fikrim düz deyil. Məndə olan informasiya, mən oxuduğum deməli qaynaqlardan çox olan ərəblərlə bağlı. Ərəblərlə bağlı deyil. Ərəblər xristianlığı dəyməyiblər. Ərəblər əsasən bütpərəstlərlə bağlı. Hətta xristianlar ərəblərə kömək ediblər. Ki biz buna dinə gətirmədik, gedin özünüz deyirsiniz. Baxın. Babək xristian olmuyor. Ən böyük müqavimət göstərən kim olub? Ərəblər. Xristianlar olmayıbdır. Xristian müsəlman deməli antagonizm əmələ gəlib xaç yürüşlərdən sonra. Şərqdə çox bir yerdə yaşayır. Onların problemləri olmayıbdır. Qılınc müsəlmanın söhbəti mən açıqlayım. Bu təzə termindir. O tarixi baxımdan, o hadisənin fonunda təzə bir termindir. Mən çox adam razı olmazlar, razıyam. Qılınc müsəlman məsələsi hətta Pyotr Yekaterina'nın vaxtında olubdur. Nəyə görə? Çünki Qafqazı işğal etmək üçün bunların hazır variantlar var idi. Pyotr gəldi Dərbəndə kimi. Heç bir bacarmır. O Alban çarlığı bərpa eləmək istəyib. Xristian ölkəsi yaratmaq istəyib. Amma Şvedlərlə müharibə onları tormozlaşdı. Hətta Yekaterina vaxtında bunların planları olubdu. Nəhayət Nikolay vaxtına gəlib Qafqazı işğal edəndə burada xristianlar çox oldu. İslam dominant idi. Və Şimali Qafqazda Yekaterina qabaq 1600, 1500, 1700-cü hansı proses gedir? İslamı qəbul etdirirlər. İslamı qəbul etmək üçün də belə çox gözəl şərait yaradıblar. Çoxlu deməli bir qılınc veriblər, at veriblər və sən əgər İslamı qəbul etsən şərait yaradıblar. Bu da olub. Bu da olubdur. Qılınc sözü hardan əmələ gəlir? Çox adamlar, xristianlar hətta xüsusilə. Deməli, gündüz müsəlman olub, axşam xristianlıq. Evdə xristianlıqsa, onu kriptoxristianizm deyilə bir termin. Xüsusilə bu Bolqarıstanda, Albaniyada olubdur. Yalancı xristian, yalancı müsəlman, kriptoxristianizm. Və bu onu göstərdi ki, gördülər ki, yox, bunlar onsuz da xristian kimidir. Bunların verdiyimiz bizim deməli atdır, nə bilim, buğdadır, nə bilim, şərait yaradıblar, puldur, batır elə belə. Sonra bunları and içdirib qılıncdan keçiriblər. Qılıncdan orada keçiriblər ki, sən təzədən qılınc altından keçmə. Qılıncdan keçmə, and içdiribsən cəmaatın qabağında. Birdən sən təzədən öz dinə ibadət etsən, qılınc. Və elə də İslam Şimali Qafqazda, Azərbaycanda İslam qəbul edib 650-ci, 640-cı. Təxminən o illər. Şimalda təzə qəbul ediblər. Ondan çox sonra qəbul 300 il, 400 ildir onların İslamı qəbul etmək. Şimali Qafqazda. Və həmən o prosesin içində da Rusiya Qafqazı işğal edəndə orada gördü hamısı İslamdır, müsəlmandır. Şimali Qafqaz. Çeçenlər zadlar. Və o cavabı axıra kimi cavab verir. Və şeyləndə Azərbaycanı xanlığı işğal edəndə Qafqazı xristianlığı burada yaymaq mümkün deyil. Nə etməli idi? Hansısa xristian etnosu gətirməli idi. Erməniləri o üsulla gətirdi. O balansı saxlamaq xatirinə. Özü elə belə gətirməyibdi. İranda anti-erməni əhval-ruhiyyəsi yaratdı. O Qriboyedov hansısa deməli o qadını siz bilirsiniz də, fahişə qadını izlətməklə və anti-İran siyasəti və onları xoşuna gətirməyib. Onlar şərait yaradıb yüz minlərlə erməniləri gətirib. Hara oturdu? Kürdəmirdə, Ucarda yox, məhz oturdu Qarabağda. Hansı Alban kilsələr olan yerdə. Alban kilsələr. Belə olub zərbələr. Çox qısa danışdım. Siz çox ətraflı danışırsınız, hörmətli tamaşaçılar. Bugün siz çox böyük elm adamının, bu tarixin bilicilərindən birinin bu tarix haqqında olan söhbətinə qulaq asırsınız. Çox maraqlıdır, deyilmi? Belə maraqlı sualların içində, cavabların içində müəyyən suallar da ortaya çıxır və birini mən sizin hamınızın rəyi olaraq yönəldirəm müəllimə.
bizim hörmətli Robert müəllimə. Robert müəllim, xristianlıq bəllidir. Qafqazda xristianlığın üç qolu, bunu necə adlandırır? Üç qolu, üç təriqət, üç növü var. Ermənilərin də xristiandır, amma onların etiqadı gürcülərin xristian etiqadından fərqlidir. Müəyyən ayinlərdə fərq var. Siz də xristiansınız belə baxanda, amma siz də fərqlisiniz. Bu fərqlilik nədən yaranıb və nədə özünü göstərir? Mən ümumiyyətlə o sualdan açıqlayıb qaçıram, amma çalışacağım cavab verim. Çünki erməni kilsəsi, nətər Alban kilsəsi açıq deməliyəm, monofizik kilsə olubdur. Aha. Monofizik odur ki, deməli, İsa Məsihlə deməli bir Allahdır. İsa'nı Allah kimi qəbul edirlər. Aha. Rəsul kimi. Allahın oğlu deyirlər də ona bəzən. Bəli. Belə bir monofizm və böyük qurultaylardan sonra Alban kilsəsi onu qəbul eləmir. Müqəddəs üçlüyü qəbul edir. Müqəddəs ata, müqəddəs oğul, müqəddəs ruhla qəbul edir ki, İsa Məsih özü deməli Allahdır, Allahın rəsulu oğludur gəlir insan formasında. Bu fərqli elementlər Allahın oğlu şəklində. Bəli. Ona görə bu fərqli element erməni kilsəsi ilə Alban kilsəsinin deməli arasında belə tək Alban kilsəsi, orada söhbət gedir Efiyop kilsəsi, Suriyani kilsəsini, Yeruşalim kilsələrini fərqli deməli İsa Məsihin təbiətlə bağlı olan bu deməli narazılıq olubdur həmişə. O cəryanlar elə əmələ gəlibdir. Və birinci zərbə ondan oldu. Monofizik kilsəsi, böyük bir hissəsi monofizikləri qəbuldan keçdilər diafizizmə. O cümlədən Alban kilsəsi də, Gürcü kilsəsi də, Balqar bu kilsələr diafizdə keçdilər. Müqəddəs ata, oğul ruhla bağlı üçlüyə keçdilər. Və bu bir bölgü. İkinci bölgü 1524-də Katolik kilsəsini və 1054-də kilsə bölündü qərbinə, şərqinə. O da Roma İmperiya, Bizans İmperiyasını bölmə. Bu tarixi məqamdır. Bu tarixi faktordur. Və 1524-də Katolik kilsəsi cəryanlarının həddindən çox, bugün də o cəryanlar çoxalır və onlara denominasiya deyirlər, protestant kilsələr əmələ gəldi. Bu kilsənin qısa bir tarixidir. O ki qaldı Alban kilsəsi ilə erməni kilsəsinin fərqli. Birinci, fərqli elementlər var. Fərqli ibadətdə var, ümumi elementlər var, məsəl üçün memarlıqda və mən yenə də qeyd eləmək istəyirəm. Əsas fərqli element odur ki, hər ölkənin öz müstəqil kilsəsi olubdur. Ermənistanda 2 dənə kilsə mövcud olub. Alban kilsəsi və erməni kilsəsi. Bu nonsensdir. Bu birinci. Ermənistan biz deyən ərazi ilə çox aşağıda, şərqdə olubdur. Bugünkü Türkiyənin, İraq o tərəflərdə olan Yefrat çaylarında və Qafqazla heç bağlantısı yoxdur. Və kilsələr, xristianlıq ucu dövlət dini olan kimi dominant bir xristianlıq olub şərqdə. Onların hər kilsənin öz ərazisi olubdur. Heç 10 metrdə girə bilməzlər. O din xadimi gəlib orada ibadət eləməyə. Ona görə erməni kilsəsinin öz din xadimləri olub, Alban kilsəsi öz din xadimləri olubdur. Bundan başqa bir fərqli element odur ki, bütün qurultaylarda iştirak eləyiblər. Alban kilsəsinin öz statusu olubdur, öz dəvəti olubdur. Erməni kilsəsinin öz statusu, öz dəvəti olubdur. Ya da o kilsələr Xalkedonda iştirak eləməyiblər. Nə erməni kilsəsinin patriarxı, nə Alban kilsəsi. Deməli, bunlar müstəqil ölkə olub, müstəqil kilsə olublar. Heç bir-birinə bağlantı olubdur. Amma elə bir qərarlar olubdur, bir yerdə qəbul ediblər. Elə qərarlar olubdur ki, getməyiblər, eləməyiblər. Amma bunların öz müstəqilliyi olubdur. Nəhayət, Alban çarlığı deməli, zəiflənəndən sonra təbii o mədəni irsə ermənilər göz tikiblər. Xüsusilə ərəb deməli dövründə böyük bir rol oynayıblar. Ermənilər dırnaqarası Alban kilsəsini zəifləndiriblər. Onun deməli patriarxlığın zəifləndiyi metropolis xəlifəsində olublar. Və nəhayət Çar Rusiyası onlar üçün böyük bir hədiyyə verdi. Erməni Qriqoryan kilsəsinin əsasnaməni saldı və əsasnaməyə Alban heç sözü işlətmədilər. Və birbaşa deməli Çar Rusiyası deməli İranla qardaş malın ki Azərbaycan xanlığı, Azərbaycan ərazisini böldülər.
və bir hissəsini Qardaşlar kimi, bəli. bəli, düz deməliyik bunu. İşğal edib Qafqazı və Alban kilsəsinin bütün deməli mədəniyyəti, orada olan kilsələrin tarixi, deməli kitabları, orada olan deməli arxiv materialları birbaşa erməni kilsəsinin tabeçiliyinə verdi və bununla da Alban kilsəsinin deməli demək olar ki, biz bugün deməli onun nə tarixi kitabları tapırıq, olan da erməni dilinə tərcümə, erməni variantı biz görürük. Xüsusilə burada Musa Kalanqatun kitabını biz bugün originalı görmürük. Heç məzində bəlkə də var, biz bilmirik. Və bununla da həm Azərbaycana, Azərbaycan xanlığında həm Alban kilsəsini deməli ləğv eləməyə belə bir ad deməliyiklər. Bunun üçün mən yenə deyirəm, hər tərəf, hər şeyi mən ermənilər üstə yıxmaq istəmirəm. Bizim xanlıqların da böyük sərfləri olubdur, açıq deyil. Azərbaycanda mövcud olan xanlıqlar, düzdür, xanlıqlar müstəqil olmayıblar. Təbii. Birbaşa Rusiya ilə asılı olublar. Və onlar da o Alban kilsələrin çox gözəl saxlayıblar xanlıq vaxtında. Və erməniləri gəlməklə ora, xüsusilə mən Qarabağı nəzərə alım. Allahın evidir, boşluq o ibadət eləsin. Bəli, bu şəkil. O şəkildə zəif olub. Onun o mədəni irsini sahib olmağa, o zərbəni onlar isti görmür. O zərbəni biz görürük. O zərbəni indiki cavanlar görürlər. Bugün də ermənilər 44 günlük müharibəni uduzmağını dünyaya qəbul edirlər. Amma ermənilərə sual verəndə Qarabağ deyil, Qarabağ ermənilərindir. Deməli, biz yenə də o orada olan mədəni irsini biz yenə də işləməliyik və onun sahibi olmalıyıq. Onun bugün varisi Azərbaycandır. Çünki biz bilmirik ki, separat qüvvələr yenə də qalxa bilərlər. Həmən nəyin hesabına? Həmən Alban kilsələrin hesabına ki, bu kilsələr erməni kilsəsidir. Bu bizim tarixi vətənimizdir. Ona görə biz bugün bu mövzunu buraxmamalıyıq. Bu mövzu çox aktual mövzudur. Alban kilsəsini biz həm bir tərəfdən bərpa eləməliyik, həm də onun bugün dini varisdə bu dinlərin deməli burada rolu və Azərbaycanda bu sözsüz bunun varisi kimi bu irsi saxlamaq üçün ciddi addımlar yapır. Robert müəllim, sizin tarixə ekskursunuz, tarixə bir böyük səyahətiniz çox böyük elmi bir səyahətdir. Siz çox gözəl danışdınız. Bütün əminəm ki, bizə qulaq asan minlərlə tamaşaçı, həm alimi, həm sıravi vətəndaşı, həm sadəcə təhsilli vətəndaşı sizə təşəkkür edəcək. Sizi çox böyük minnətdarlıqla xatırlayacaq və indi də yada salır və razılaşır sizinlə. Demək, hörmətli tamaşaçılar, bilirsiniz də, amma yenə təkrar olur. Bu torpaqda nə qədər xristiyan abidələri vardırsa, qədimi xristiyan abidələri vardırsa, bu bir mənalı olaraq Albanlara məxsusdur. Heç bir erməni nə 5-ci əsrdə Azərbaycan torpağında, yəni bizim yaşadığımız, nə 6-cı əsrdə, nə 10-cu əsrdə, nə 12-ci əsrdə heç nə tikməyib, əmin olun. Bütün o tikililər Albanlardan qalan xatirələrdir. Yalnız son 300 ildə İrandan köçürülmə sayəsində, ermənilər dirçəliş tapması sayəsində, Çar Rusiyasının dəstəyi sayəsində ola bilər ki, bir neçə yer tikiblər. Amma olmaz. Məsələn, Şuşada da. Onu nə qədər qərinləşdirsələr də, bunlar yalandır. Bunlar hamısı Albanların tarixidir. Bax, nümayəndəsi burada oturur. Alban tarixinin yadigarlarıdır o. Ona görə də qondarma erməni təbliğatına inanmayın. Ermənilərin bu torpaqda qədim ənənələri yoxdur. Ola da bilməz. Alban ənənələrini mənimsəyiblər. Bunlar bu işdə pərgaldırlar, bu işdə ustadırlar. Demək, bu torpaqda nə qədər xristian dininə aid olan abidələr varsa, əmin olun, onun ənənəsi, keçmişi Albanlarla bağlıdır. Xəlil müəllim, sizə bir əlavə eləyim, çox gözəl qeyd elədiniz onu. Həqiqi mənasında mən qabaqca bunu qeyd eləməliydim. Bugünkü Qarabağ ərazisində, ümumiyyətlə Azərbaycan ərazisində kilsələrin tarixi birbaşa qanonik ərazi Alban kilsələri, bir mənalı. Təbiidir, bu ərazidə bugün Rus kilsəsi də var, Katolik kilsəsi Bakının özündə, erməni kilsəsi də var, biz imtina eləməmişik. 200 ilə yaxın burada yaşayırlar, erməni kilsəsi də var. Son 300 ildə tikilən kilsələrdir. Ya da o kilsələr Alban kilsəsinin əsasında fundament tikilmiş kilsələr, ya da saxtalaşmış Alban kilsəsinin deməli bərpa prosesində işləmiş erməni kilsələrdir. Hətta Katolik kilsəsi var. Azərbaycanın bugün bir Gürcü kilsəsi də var.
Bugün çox maraqlı bir məqam deyim. Qarabağda Yunan kilsəsi var. Meymana kəndində. Vaxtilə onlar gəliblər, işləyiblər orada, öz kilsəsi olubdur, öz dini abidələr olublar. Hətta onlar yaşayıb axırıncı vaxta kimi. Bu o demək deyil ki, Yunanistanın ərazisidir, Ermənistanın ərazisidir. Tamam, doğru. Ya da Katolik kilsəsi, bugün Roma imperiyanı deməli. Bu Alban kilsəsinin yenə də o xüsusi mən həmişə qeyd edirəm, özə dəfələrlə qeyd edirəm. Alban kilsəsinin dünyada bölünmüşlük qanunu, nətər dövlətdə coğrafi ərazisi, siyasi ərazisi var. Bugün görürsünüz, sərhəddə nə qədər deməli, hər bir 10 metrə sərhəd Azərbaycandır, bu Ermənistan, bu Gürcüstandır. Kilsələrdə belə sərhədlər olubdur. Bugünkü Azərbaycan ərazisi, hətta bir hissəsi Dərbənd hissəsini, bir hissəsi Gürcü hissəsini, Qərbi Azərbaycan deməli ərazisi, Alban kilsələrin orada olan mədəni irs birbaşa Alban kilsəsi. Bugün də Azərbaycan onun varisidir. Çox gözəl, çox gözəl. Hörmətli tamaşaçılar, bizim irəliyən dəqiqələrdə verilişimizin sonuna yaxınlaşırıq. Eyni zamanda biz Alban tarixi haqqında keçmişə çox geniş əhatəli bir səyahət etdik, amma bugünkü günümüzlə yaşayırıq. Bugün bu studiyada danışılan həqiqətləri məhz dünya çapında yayan, dünya çapında erməni təbliğatının qarşısına cəngavər bir faktlara söykənmiş bir Azərbaycanlı kimi çıxan insan, bax qarşınızda oturdu, gördüyünüz Robert müəllimdir. Mabidi, bax bu adam, bu vətəndaş, bu bizim özdə şanlı vətəndaşımız, Azərbaycan vətəndaşı Amerikadan tutmuş Asiyaya qədər, Asiyadan tutmuş Avropaya qədər, Afrikaya qədər, dünyanın müxtəlif ölkələrində, müxtəlif elmi tədbirlərdə, müxtəlif dini tədbirlərdə bax bu ideyaları yayır. Bu adam isbat edir, subut edir ki və faktlarla izah edir ki, bizim ərazimiz Alban tarixinin ərazisidir. Biz Alban tarixinin davamçılarıyıq. Bax, bizik onun varisləri, bizik. Buna görə də mən deyərdim ki, ən böyük Azərbaycançıdan da ən böyük Azərbaycançı məhz sizsiniz müəllim. Sağ olun, siz sağ olun. Mən sizin beynəlxalq aləmdə çıxışlarınızdan tanışam. Mən sizin çox uca tribunalardan bax bu fikirləri yaydığınızı, Azərbaycan adını hallandırdığınızın dəfələrlə şahidiyəm. Bütün internet kanallarını açın. Müəllimin adını yazın, Robert Mabedi. Görün, bu insan nə qədər Azərbaycan eşqi ilə yaşayan, Azərbaycançılığı tərənnüm edən bir vətəndaşdır. Mən sizə tamaşaçının adına təşəkkür edirəm, müəllim. Və deyin, növbəti bu silsilələri davam etdirmək üçün, çünki davamlı olmalı, təbliğat kəsildisə, təbliğatın effekti itəcək. Təbliğat daimi aparılmalıdır. İndən sonra sizin ardıcıllarınız varmı? Bu ideyaları sizin dini mərkəzdə yetişirmi kadrlar ki, onlar əminliklə deyə bilərsiniz ki, bəli, məndən sonra da bu ideyaları daşıyan var, Azərbaycan dilini bilən, dünya dillərində danışmağa bacaran, dünya tarixini, bizim tariximizi bilən insanlar var. Bunlar varmı? Çox sağ olun, çox sağ olun. Təbii, o davamçılar da var, davamçılar da var. Biz onun üstündə işləyirik. Əgər xalq öz dilində danışırsa, əgər xalq öz dilində ibadət edirsə, əgər xalqı deməli ibadətdə, dildə, etnoqrafiyada, mədəniyyətdə dəstəkləyən qüvvə var, dövlət var, Azərbaycan vətəndaşı var, o yaşayır və yaşayacaq. Təbii biz cavanları hazırlayırıq, çətin bir prosesdir. O prosesin içində bizim üçün əsas odur ki, o Alban mədəni irsin davamçısı kimi əsas xüsusiyyət onun ibadət üçün. Ki bugün onlar canlı bir varisdir. Bugün o dinlər canlı varisdir. Ehtiyac yoxdur arxeolojik aparmağa. Buyurun, bu var, bu dil var. Özdə bizim dilimizdə də çoxlu deməli, nə qədər arxivləri ermənilər silsələr, o qədər dilimizdə, məsəl üçün, mədəniyyətimizdə qalan bir hissəsi var ki, bunu silmək mümkün deyil. Bugün o dilər erməni kilsəsində, içmezin tarixində bir sümüdür. Boğazına keçmiş sümüdür. Əsas onlar çalışırlar ki, bu xalq Azərbaycan deməli ərazisinə silinsin. Amma düzdür, çətin bir vaxtdır. Bugün qloballaşma bir vaxtdır. Xalqın deməli, böyük xalqlar bugün, balaca xalqı böyük xalqın əriyirlər. Bu təbii bir prosesdir. Təbii proses də var. Amma biz çalışırıq ki, o həmən mədəniyyəti saxlayaq və Azərbaycan həqiqətində dünyaya çatdıraq. Bugün siz düz qeyd elədiniz ki, biz dayanmamalıyıq. Biz müdafiədə olmamalıyıq. Biz hücumda olmalıyıq. Biz bugün işləməliyik. O mədəni irsi biz saxlamalıyıq və onu maarifləndirməyə böyük ehtiyac var.
Çünki ermənilər o qədər arxivləri, tarixlər, o qədər saxtalaşmış sənədlər yığıblar ki, Wikipedia baxırsan yenə erməni kilsəsi deyə bilir. Ona görə biz işləməliyik. Bugün tək bizim cavanlar yox, mən hər bir Azərbaycanlı, mən xaricdə də görürəm. Belə bir cavanlar var, demək xaricdə yaşayırlar. Bu işin üstünə işləyirlər. Tək söhbət o dinlərdən getmir. Dəstəkləyirlər və bu həqiqəti çatdırırlar. Biz də Azərbaycanda yaşayan udilər də hər bir Azərbaycan vətəndaşı çalışmalıyıq ki, bu mədəni irsin bugün varisi bizik. Biz həm Azərbaycanlı, burada yaşayan hər bir xalqın nümayəndəsi bizim tariximizdir, bizim irsimizdir və Albaniya da bizimdir. Əhsən. Sağ olun. Əhsən. Hörmətli tamaşaçılar, bizim verilişimiz sona yaxınlaşır. Biz bugün çox maraqlı bir şəxsiyyəti sizin qarşınıza gətirdik, dəvət etdik. Və onun söylədiyi fikirlər, çox düşüncəli fikirlər, çox tariximiz, bugünümüz və gələcəyimizə gedən bir yol xəritədir. Və biz bugün ilk mənbədən olaraq o dinlər haqqında, o din dini icması haqqında, o din dini və tarixən onların sərəfli olan Alban tarixi abidələri haqqında bir söz açdıq, söhbət açdıq. Növbəti qonaqlarımız biri o birindən maraqlı olacaq. Biz bu mövzulara davam etdirəcəyik. Sağ olun, qoşa qalın. Allah sizə ömür versin. Çiçəklənən Azərbaycan naminə, inkişaf edən Azərbaycan naminə, qürurlu Azərbaycan naminə irəli. Qaliblər ölkəsində qalib olun. Sağ olun.